Salam, hər vaxtınız xeyir olsun. Mən Evqeyd Akademiyasının informatika müəllimi Mirtalib Hüseynov. Keçən həftə biz informatika əsas anlayışları mövzusunu izahını vermişdik. Bugün isə yeni bir mövzu ilə qarşınızdayıq. Mövzumuz say sistemlərdir. İnformatikada ən əsas bölmələrdən biri hesab olunur və demin blok imtahanında 11-lər üçün blok imtahanında 2 sual say sistemlərə aid düşür və magistrda bir sual buna aid düşür və dövlət qulluğuna da düşür. Say sistemlərə aid sual düşür. Və bugün biz say sistemin izahını verəcək və say sistemin növlərini və say sistemində bir say sistemin digər say sistemə çevirməsini izahını verəcək və qəbula düşmüş, say sisteminə düşmüş sualların izahına baxarıq. Və ilk öncə başlayaq, biz say sistemi nədir və nə üçün istifadə olunur, niyə belə vacibdir və say sistemi tərifində burada qeyd eləmişəm. Burada qeyd eləmişəm ki, say sistemi tərifini əlləri yazmaq və ifadə etmək üçün istifadə olunan rəqəmlər və qaydalar məcmusudur. Hər bir say sistemin özünə görə əsası mövcuddur, yəni əsas dedə bazası və rəqəm dəsti mövcuddur. Və bu harda istifadə olunur? Bizə məlumdur ki, kompüter iş mexanizmi ikili say sistemindədir və digər say sistemlərdə mövcuddur. Məsələn, 8-li say sistemi, 16-lı say sistemi, bir də kompüterimizin MAC ünvanı, yəni onun şəbəkəyə qoşulmasını təmin edən həmin adres, MAC adresi 16-lı say sistemində kodlaşdırılır. Və 8-li say sistemində istifadə olunur, kompüterdə fayl sistemlərində və digər yerlərdə istifadə olunur və bunun bir çox nümunə göstərə bilərik. Və say sistemlərinin 2 dənə növü mövcuddur. Hansılar da mövqeli və mövqesiz. Və bunlar mövqeli və mövqesi arasındakı fərqi deyəcək, həm də deyəcək indi növbəti slaytda. Mövqeli və mövqesiz. Mövqeli ilə mövqesi arasındakı fərq ondan ibarətdir ki, mövqesiz say sistemlərə biz rum rəqəmlərini nümunə göstərə bilərik. Elə rum rəqəmlərdən nümunəni görsədik. Məsələn, bizdə rum rəqəmlərdə hər bir işarə, hər bir rəqəmin özünün əvəz etdiyi bir işarə mövcuddur. Məsələn, bir rəqəmini əvəz etdiyi rəqəm isə işarə isə belə i hərfində, böyük ə hərfində, sonra 5-in v hərfi, 10 x hərfi, l 50, c 100, d 500, m də 1000 əvəz olunmuşdur. Məsələn, burada mövqeli mövqesi arasındakı əsas fərq. Məsələn, biz bilirdik ki, mövqeli say sistemləri nümunə olaraq, məsələn, biz ərəb rəqəmləri qurduğumuz ədədlərdir. Məsələn, belə bir nümunə göstərim. Məsələn, burada 252. Və burada biz bunun mərtəbələrə ayırsaq, bunun mərtəbələri necə ayıra bilərik? Bu yüzlüydür, onluqdur və təklikdir. Və 200 plus 50 plus 2. Bu şəkildə mərtəbələrə ayırdı. Və buradakı təklik mərtəbəsindəki 2 ilə yüzlü mərtəbəsindəki 2-nin çəkiləri fərqlidir. Çünki biri 200-dür, biri də 2-dir. Amma burada mövqesiz say sistemlərdə bu belə deyildir. Mövqesiz say sistemlərində bu mövqesiz say sistemlərdə isə bu şəkildədir. Məsələn, bizdə L, V yazılıb. L bilirik ki, 50-dir, V də 5-dir. Və buradakı hər ikisində həm sağ tərəfində, həm sol tərəfində 5, həm L-in sağ tərəfində, həm də sol tərəfində eyni çəkiyə bərabərdir. Amma bunlar arasındakı əsas fərq ondan ibarətdir ki, V L-in sağında olanda toplanılır, L-də toplanılır. Onlar 55. Amma solunda olanda isə bu çıxılır. Bu bütün mövqeli say sistemləri bütün ədədlərə aiddir. Məsələn, adi biz qeyd edəndə ki, məsələn 9-u necə qeyd edirik? Onun sol tərəfində 1-i yazırıq. Amma 11-i necə qeyd edirik? 11 isə 1 isə, yəni 1-i necə hərfi? X-in sağ tərəfində qeyd edilir və toplanılır. Amma çəkiləri dəyişmir. Çəkiləri hər ikisində də 1-dir. Yəni, məsələn, burada da 5-in çəkisi hər ikisi tərəfdə, həm sağ tərəfdə, həm sol tərəfdə eynidir, dəyişmir. Və bunu mövqesi ilə mövqeli arasındakı əsas fərq ondan ibarətdir ki, rəqəmin qaldığı yerdən, rəqəmin qaldığı yerdən asılı olmayaraq onun çəkisi eynidir, mövqesi səsdir. Amma mövqelidə isə bu belə deyildir. Və onun təkli yüzlü mərtəbəsində və onların çəkiləri fərqli ola bilər. Və bu şəkildə və gedək digər slayda və digər slayda da eyni mövqesiz mövqeli arasındakı fərqi dedik. Yəni, burada 11 ilə və 9-u nümunə göstərmişəm. Sağ tərəfində və sol tərəfində çəkiləri eyni olsa da, amma sağ tərəfində bir işlənəndə ayrı əldə alınır.
sol tərəfinə işləyəndə ayrı rəqəm alınır. Və bunu qeyd elədik burada. Və mövqeyi ilə say sistemində bunun nümunə göstərmişəm. 2-nin sol tərəfində olanda nə olur? Sağ tərəfində olanda nə olur? Yəni çəkiləri fərqli olur. Yəni buradakı çəkisi 20-dirsə, buradakı çəkisi isə 2-dir. Çünki niyə? Burada onluq mərtəbəsindədir, burada isə təkli mərtəbəsindədir. Və ona görə çəkiləri fərqlidir. Və gedək digər slayda. Və getdim mövqeli say sistemə. Mövqeli say sistemlərə yəni nümunə çox göstərə bilərik. Bir çox say sistemləri mövcuddur ki, mövqeli say sistemlərə aiddir. Məsələn, biz burada qeyd etmişik 10-luğu, 8-liyi və 16-lığı. Bundan əlavə ikili say sistemi də var, ən əsas say sistemlərindən biri. Və 10-luq say sistemində ən geniş yayılmış və riyaziyyatda bütün hesablama əməliyyatlarımızı məhz 10-luq say sistemində aparırıq. Və 10-luq say sistemində özünə görə rəqəm dəsti mövcuddur. Bu rəqəm dəstləri nələrə aiddir? 0-dan 9-a kimi və 10 dənə. Say sistemin əsası qədər də burada rəqəm mövcuddur. Yəni 0, 1, 2, 3, 0-dan başladığına görə biz 9-a qədər 10 dənə rəqəm mövcuddur. Və 8 say sistemində say sistemin əsası qədər, yəni ümumiyyətlə belə deyim ki, say sistemindəki olan rəqəm dəsti say sistemin əsası qədər mövcuddur. Yəni burada məsələn 8 say sistemində 8 dənə rəqəm mövcuddur. 10-luq say sistemində 10 dənə rəqəm mövcuddur. 16-lıqda 16 dənə rəqəm mövcuddur. Və burada 0-dan başladığına görə ədəd özü daxil olmur. Və gördüyünüz kimi 0-dan 9-a kimi, 0-dan 7-yə kimi, 0-dan 9-a kimi, amma bizdə 10, 11-i necə qeyd edilə bilər? 10, 11-i burada hərfləri əvəz edərək yazırıq. Çünki niyə? Biz 10-u yazsaq, qeyd edəsək, onda 0 və 1 var. Və 0 və 1 elə əvvəldə var da, yəni rəqəmlər hissəsində var. Bunu təkrarlamağa ehtiyac yoxdur. Biz nə demişdik? Oradakı müxtəlif simvolların sayını. Yəni say sistemindəki müxtəlif simvolların sayı əsası olur. Məsələn, burada 0-dan 9-a kimi müxtəlif simvol və 10-11-i A, B, C, D, Y ilə əvəz edib qeyd edilə bilir. Yəni 10-dakı 1, 0 burada əvvəldə qeyd etdiyimizə görə təkrarçılığa daha müxtəlif simvol olmur deyənə, ona görə qeyd ediləmir və onu A ilə əvəz etmiş oluruq. Yəni onu A ilə əvəz edirik, sonra 11-i B ilə əvəz edirik, 12-ni C ilə əvəz edirik, 13-ü D ilə əvəz edirik, 14-ü Y ilə əvəz edirik, 15-i isə F ilə əvəz edib qeyd edirik. Və gördüyünüz kimi burada da mən qeyd eləmişəm. Və keçən növbəti slaydımıza keçək və növbəti slaydımıza baxaq. Və burada növbəti slaydımızda digər qeyri-onluq say sistemindən onluq say sistemə keçidi qeyd eləmişəm. Bunu izah etməzdən əvvəl gedək onluq say sistemindən bizim əsas, yəni hesablama əməliyyatımızda apardığımız əsas say sistemindən digər say sistemləri keçidib birinci izahını verək, sonra digər say sistemlərdən onluq say sistemə keçidin izahını verəcəm. Məsələn, bizdə onluq say sistemindən biz 2-li, 8-li, 9-lu, yəni istənilən say sistemi keçid təmin edə bilərik. Keçid çevirə bilərik. Və bunu necə eləyirik? Məsələn, burada mən nümunə göstərmişəm, 7-li say sistemi çevirməsini burada qeyd eləmişəm. 7-li say sistemi, onluq say sistemi, 7-li say sistemi çevirmək üçün ilk öncə biz nə edirik? Qalıqlı bölmə düsturundan istifadə edirik. Gördüyünüz kimi 838-i 7-yə böldüm. Çünki say sistemin əsasına bölürəm mən burada. Say sistemin əsasına böldüm. Nə alındı? 119. 119 görürsünüz ki, 7-dən böyük olduğuna görə biz həmin bölmə əməliyyatını davam etdiririk. Və burada biz böləndə də 838-i qalığımızı da qeyd edirik və qalıq əsasdır bizdə. Qalığımızı burada qeyd elədik və sonra yenə alınan 119 yenə də 7-yə bölürük. Nə alınır? 117 alınır. 117-də qalığı 119-u böləndə 7-yə qalığımızı qeyd edirik 0. Sonra alınan 117-ni də yenə də 7-yə bölürük və çünki hələ 7-dən böyükdür. 7-dən kiçik olana dək bu qalıqlı bölmə davam edir. Və alınan qalıq 3-dür. 7-yə böləndə alınan qalıq 3-dür və qismətimiz isə 2-dir. Sondakı qismət 2-dir. Görürük ki, bu 7-dən kiçikdir. Nə edirik? Biz burada qalıqlı bölməni burada saxlayırıq və nə edirik? Sağ tərəfdən, ən son qismətdən başlayırıq arzu şəkildə yazmaq. 2, sonra 3, sonra 0, sonra 5 və bu şəkildə qeyd edirik və bu ədədin 838 ədədinin onluq say sistemi olan bu ədədin qarşılığı, 7-li say sisteminin qarşılığı bu ədədə bərabər oldu. 2, 3, 0, 5 ədədinə bərabər oldu. Yəni də üçlü say sistemlərdə qeyd etmişəm, bu ikili say sistemlərdə, bu 8-li, 16-lı və digər say sistemlərdə bu şamil olunur.
Yəni burada da eyni qayda ilə. Məsələn, mən burada 7-li sistemdə çevirməni qeyd etmişəm və 7-yə bölmüşəm. Yəni 2-li sistem olanda 2-yə bölürük bu şəkildə. 16-lığa olanda 16-lığa bölürük bu şəkildə davam etdirir və 3-lü sistemdə qeyd etmişəm ki, eyni qayda ilə və bütün üzrlüsən, yəni hər şey qeyd etmişəm. Burada yəni qalıqları, alınan qismətləri bu şəkildə qeyd etmişəm. İndi keçdim digər sistemdən, 10-luq sistemdən çevirməyi qeyd edək və bunun üçün bir hazır düsturumuz mövcuddur. Bu düstur hansıdır? Bu gördüyünüz kimi bu şəkildə düstur verilib. Bu düsturun izahını verək birinci. Bunu nümunə şəkildə versəm daha düzgün olar. Bu düsturda əslində burada parametrləri qeyd edeyim. Hansı parametrləri qeyd olunub? Burada məsələn -1-dir. Bu hər hansı bir say sistemindəki ədədlərdir. Məsələn 2-3-0-5 7-li sistemində biz 10-luq sistemə qeyd edirik və buradakı -1 və bunlardakı ədədlərdir. Yəni sol tərəfdən başlayaraq sağ tərəfə doğru getdikcə -1, -2 və bu şəkildə sayırıq. Sonra burada P isə say sisteminin əsasıdır. Biz hansı sistemdən 10-luq sistemə keçiririk? Məsələn burada 7-li sistem. Deməli burada P-nin yerinə 7 olacaq. Buradakı n-lər isə biz çevirməmişdən öncə biz bunu birinci nə edirik? İndeksləyirik. Sağ tərəfdən başlayaraq sol tərəfə doğru indeksləyirik və sıfırdan başlayırıq. Və indeksləməndə həmişə sıfırdan başlayırıq. 0, 1, 2, 3 şəkildə qeyd edirik və bunu da say sistemin əsasında qüvvətində qeyd edirik. Məsələn, belə bir nümunəyə baxaq burada. Gördüyünüz kimi 2, 3, 0, 5 verilmişdir və 7-li sistemi. Biz buna bizdən tələb edir ki, bunu 10-luq sisteminə çevirməyi tələb edir. Və biz nə edirik buradan? Birinci indeksləyirik. Sonra indeksləyəndən sonra bizdəki burada ayinimiz nəyə bərabərdir? 2. Birinci ayinimiz 2-dir. 2-ni burada qeyd edirik. 2 vurulsun. Hansı sistemdən keçirir? 7-li sistemdən. Nə edirik biz buradan? Üzrlüsən. 7-li sistemə keçirsə, deməli 7 vurulsun. 2-nin indeksi nəyə bərabərdir? 3. Bunun 7-nin qüvvətində 3-ü qeyd edirik və eyni qaydalar 3-ü ikinci əmsal nəyə bərabərdir? 3. 3-ü qeyd edirik. 3 vurulsun 7 üstü 2. 3-ün indeksi 2-yə bərabərdir. Plus 0 vurulsun 7 üstü 1. 5 vurulsun 7 üstü 0. Və burada şəkildə qeyd edirik və bunları tapırıq. 2 vurulsun 7 üstü 3. 686. Bu 147. Plus 0 plus 5. Və bu da elədir 838. Həqiqətən biz bunu bayaq 838-i 10-luqdan 7-yə çevirəndə bu ədəd alınmışdı və bu şəkildə biz isbat elədik ki, yəni bunlar biz bunu düzgün şəkildə çevirməyə eləmişik. Və adi qayda ilə üçlü sistemdə eynidir, yəni burada P-nin yerinə 3 qeyd edirik və bu şəkildə digər sistemlərini də bu şəkildə çeviririk. Məsələn, ikili sistem olsun, 8-li olsun, 16-lı olsun və bizdə və burada sistemin əsasında P-nin yerində 2, 8, 16 qeyd etməklə biz digər sistemi 10-luq sistemə çevirməyi rahat şəkildə edə bilirik. Və keçək digər slaydımıza. Bu qalsın, bu slaydımız qalsın. Digər slayda izah edelim. Sonra və biz bilirik ki, bir şey qeyd edelim ki, biz hansı sayəsində 10-luqdan qələmə aktivləşdirim. Biz nə dedik? 10-luqdan 2-liyə, 8-liyə, 16-lığa və s. bu sayəsində çevirməni edə bilir. Və hətta 2-likdən, 8-likdən, 16-lıqdan və digər sayəsindən də, yəni 7, 3 və digər sayəsindən də 10-luq sayəsində çevirməyi bilirik. Yəni bunun üçün bir düstur mövcuddur. Yəni bunun üçün qayda mövcuddur. Amma belə bir qayda var ki, biz 2-likdən 8-liyə, 2-likdən 16-lığa da çevirmək üçün də qayda mövcuddur. Və bu qaydanı indi izah edəcəm. Amma qalxsam, üçlü sistemə, ikili sistemə çevirmək etsəm, yəni çevirsəm, bunun üçün bir qayda mövcud deyil. Yəni bunun üçün biz nə edək? Bunun üçün dolayı yollarla. Məsələn, ikili sistemindən üçlü sistemə üçün çevirmək üçün gərək ikili sistemə birinci 10-luq sistemə çevirməliyəm. Yəni 10-luq sistem burada körpü rolunu oynayacaq. 2-likdən 10-luğa çevirməliyəm. Sonra 10-luqdan nə etməliyəm? 3-lüyə sistemə çevirməliyəm adi qayda ilə. Yəni qalıqlı bölmə düsturu ilə 10-luqdan 3-lüyə çevirməliyəm. Bu şəkildə. Yəni 2-likdən 3-lüyə birbaşa yoxdur. Bunu qeyd elədik. İndi burada bizim əsas mahiyyətimiz burada 2-likdən 8-liyə və 2-likdən 16-lığa çevirmə qaydasıdır. Məsələn, bizə belə bir ədəd verilib. İkili sistemdə belə bir ədəd verilib.
Bu ədəd ki, məsələn, burada 1, 0, 1, 1, 1, 3 dənə 1 verilib. 1, 0, 1, 1, 1, 1. Belə bir ikili səsli, belə bir ədədimiz mövcud. Bunu bizdən tələb edir ki, 8-li səslimə çevirmək. Biz burada nə etməliyik? Gərək ikilidən 10-luğa gətirməliyik və daha sonra isə 10-luqdan 8-liyə çevirməliyik. Amma bunun üçün belə deyil. Bunun üçün bir sadə yol mövcud. Biz nə edirik? Biz bilirik ki, ikilidəki bir simvol 1 bit yer tutur. Amma 8-lidəki bir simvol 3 bit yer tutur. Bu nə ilə əlaqədardır? Bu Hartree düsturu ilə əlaqədardır. Hartree düsturu mövcuddur. Hartree düsturunda n bərabərdir. Keçən dərsdə izah etmişdim. İnformatik əsas anlayışlarında. N bərabərdir, böyük n bərabərdir 2 üstü n. İkili səsdə neçə simvolumuz mövcuddur? Neçə müxtəlif simvolumuz mövcuddur? 2 dənə müxtəlif simvol. Onda böyük n-in yerində 2 yazırıq. Bərabərdir 2 üstü n. N də nəyə bərabərdir? 1 bit. Deməli, ikili səsdə bir simvol 1 bit yer tutur. Amma 8-də isə 8-də 8 dənə müxtəlif simvol olduğuna görə 2 üstü bərabərdir n. N də bərabərdir 3 bitə. 3 bitə bərabər oldu. Deməli, 8-dəki bir simvol 3 bitə bərabərdir. 16-lıqda isə 4 bitə. 16 bərabərdir 2 üstü n. N də bərabərdir. 16 2-nin hansı qüvvətinə bərabərdir? 4-də. 2 üstü 4-ə bərabərdir. Deməli, n nəyə bərabər olur? 4 bitə bərabər olur. İndi buradakı əsas himayət nədir? Deməli, 8-dəki bir simvol, ikilidəki 3 dənə simvola bərabər olacaq. Çünki niyə? Bundakı 3 bit yer tutur, bir simvol, buradakı isə ikilidəki isə 1 bit yer tutur. Və deməli, biz ikilidən 8-də keçmək üçün 3-3 bölməliyik. Və 3-3 bölsək bu şəkildə. Və burada 2 hissədən ibarət olur. 2 dənə ikili səsində ədə alınır və ayrı-ayrı şəkildə. Və bunları ayrı-ayrı ikilikdən 10-luğa çevirirəm, hər birini ayrı-ayrı. Bunu da ayrı, bunu da ayrı-ayrı şəkildə. İkilikdən 10-luğa çevirirəm və bunların qarşılığını tapıram. Məsələn, bunu ikilikdən 10-luğa çevirdim. Qarşılığı nə oldu? 5. İkinci hissəni çevirdim. Nə alındı? 7. Və bunları çevirəndən sonra 5 7. Və alınan, bunun cavabı 5-dir, bu 7-dir və ardı şəkildə yazırıq. 5, 7 və bunun, deməli, bu ədədin ikili səsindəki bu ədədin 8 səsində qarşılığı nədir? 5, 7 alındı. Bunu ikilidən 16-lığa çevirmək üçün 4-4 bölür. Çünki niyə? 16 səsində bir simvol 4 bit yer tutduğuna görə. Və bunu nə edirik? 4-4 bölürük bu şəkildə. 4-4 böləndən sonra, yəni bu birinci hissəsini və ikinci hissəsinin hər birini ayrı-ayrı mən qarşılığını tapıram, 10-luq hissəsində qarşılığını tapıram. Görürsünüz ki, birinci hissəsinin qarşılığı B-yə bərabər oldu, ikinci hissəsində isə 6-ya bərabər oldu. Və biz B necə oldu? Yəni 11 oldu. Biz 11-i də qeyd edə bilmirik. 16 hissəsində 11 olmadığına görə biz nə edirik? Onun yerində B-ni işlətdik. Yəni bayaq qeyd etdiyim kimi, yəni 11 B-yə bərabərdir. B-ni qeyd edirik və B 6 bu şəkildə ardı yazılır. Bu 11 oldu, yəni B. Bu da 6. Yəni, ardı şəkildə yazdım B6. 16 hissəsində qarşılığı bu şəkildə tapdım. Keçən növbəti slaydımıza. Bu qalsın. İndi belə bir qayda mövcuddur. Yəni, bunları imtahanda testləri daha rahat, daha tez işləmək üçün istifadə olunur. Çünki məsələn siz 8-dən 2-yə, 2-dən 8-yə çevirmək üçün gərək 10-luğa çevirməsi daha çox vaxt sərf edəcəksiniz. Yəni bunları bilsəz daha az vaxtla testi yazmış olacaqsınız. Məsələn, belə bir 8-li hissəsindən 2-li hissəsinə keçirməyi tələb edir və bu zamanda bunun üçün də bir qayda mövcuddur. Bu qayda isə necədir? Mən yenə də həmin düsturu, Hartree düsturunu deyəcəm, müraciət edəcəm. Məsələn, yəni 8 hissəsində bir simvol 3 bit yer tutur, ikilikdə isə 1 bit yer tutur. Deməli 8 hissəsindəki bir simvol ikilikdə 3 dənə simvola bərabər olacaq. Mən burada nə edirəm? Davam edelim. Mən bildirdim ki, yəni bildirək ki, 8 hissəsindəki bir simvol ikilidəki 3 dənə simvola bərabər olduğuna görə biz nə edirik burada? Bunu 5-in və 7-nin hər birinin
ikili hissəsinin qarşılığını tapırıq. İkili hissəsinin qarşılığını tapmaq üçün nə edirəm? Yəni 5-i 2-yə bölürəm. Yəni adi qaydada biz onluq hissəsindən necə ikili hissəsindən keçiririk bu şəkildə. Hər birinin ayrı-ayrı şəkildə mən qarşılığını tapıram. İkili hissəsindən qarşılığını tapıram. Yəni 5-in qarşılığı nəyə bərabərdir? Onluq hissəsində olan 5-in ikili hissəsinin qarşılığı nəyə bərabərdir? 1, 0, 1-ə bərabərdir. Bəs 7-nin qarşılığı nəyə bərabərdirsə, bu da 1, 1, 1-ə bərabərdir. Və bu şəkildə tapandan sonra və 5-in qarşılığı 101 olmadı və 5-in yerində 1, 0, 1, daha doğrusu 101 yox, 1, 0, 1, 7 isə 1, 1-dir. Və bu şəkildə qeydlədim. Deməli, bizim bu şəkildə 5, 7 olan 8 hissəsində vermiş 5, 7-nin ikili hissəsində qarşılığı nəyə bərabərdir? 1, 0, 1, 1, 1, 1. Bu şəkildə tapmış olduq. Və bu çox asan qayda ilə. Amma mən burada 16-lıqdan 2-yə çevirmək qaydasını vermişəm. 16-lığı da 2-yə çevirmək üçün eyni qayda ilə. Yəni burada isə 4 dənə simvola bərabər olacaq. Çünki 16 hissəsində bir simvol, 2-likdəki 4 dənə simvola bərabər olacaq. Yəni 4 əvəz edəcək və biz burada nə edirik? B6-ın hər birini onluq hissəsindən ikili hissəsindən çevirib, yəni hər bir buradakı hər biri ayrı-ayrı rəqəmin ikili hissəsindəki qarşılığını taparıq və sonra onun yerinə qeyd edəcəyik. Məsələn, biz 11-i onluq hissəsində olan 11-i ikili hissəsində qarşılığı nəyə bərabərdir? 1, 0, 1, 1. Bəli, düzgün gəlmişik. Sonra 6 isə nəyə bərabərdir? 1, 1, 0. İndi deyirsiniz ki, biz demişdik, 4, elə bil 16 hissəsindəki bir simvol, ikilidəki 4 dənə simvola bərabərdir. Burada isə 3 dənə simvoldur. Biz nə edirik? Bunun əvvəlinə 0 əlavə edirik ki, bu düzəlsin. Yəni 4 dənə simvola tamamlansın. Biz bunun əvvəlinə 0 əlavə etdik, 1, 1, 0. Yəni bu qaldı 1, 1, 0 və əvvəlinə 0 əlavə etdik və bu şəkildə də B-ni də olduğu kimi yazdıq. B nəyə bərabərdir? 11. 1, 0, 1, 1. Bu şəkildə qeyd elədik və bunu da tapdıq. Amma indi sizə bir dənə qayda, bir də istisna var burada. Bu istisna nədən ibarətdir? Bu DİM-in öz test blokunda da var, yəni topluda da var. Məsələn, 6B olsaydı bizdə, 6B-də biz 6 özü nəyə bərabərdir? 1, 1, 0. 6, 1, 1, 0. Elə deyil. Amma B nəyə bərabərdir? 1, 0, 0, 1. Burada təzən gəlir. 6 nəyə bərabərdir? 1, 1, 0. B nəyə bərabərdir? 1, 1, 1, 0, 1, 1. Yəni, bu istisnamız nədən ibarətdir? 6B olsaydı. Biz bilirik, bayaq dedik ki, 16-dakı bir simvol, 2-dəki 4 dənə simvola bərabərdir. Amma biz 6-da 3 dənə simvol olur. Və biz bunun qabağına 0 yazmalıyıq ki, 4 dənə simvol tapılır. Amma bu 6 əvvəldə olanda bunu qeyd eləmir. 0 onun qabağında qeyd eləmir. Yəni bu DİM-in toplosunu işləyəndə görəcəksiniz ki, orada da qeyd olunmur. Əvvəldə qeyd olunmur. Yəni ortasında yəni bu ikinci ədəd olsa, ikinci ədəd əgər 4 dənə simvol tamamlanmasa, o zaman 0-a əlavə edirsiniz. Amma həmin ədəd əvvəldə olanda, yəni görürsünüz 6 əvvəldədir, yəni daha sağdadır. Və bu zaman biz qeyd eləmirik. Və biz nə edirik? 1, 1, 0 yazırıq, yəni 6-nın olduğu kimi yazırıq, 3 dənə simvol olsa 3 dənə. Bunda 1, 0, 1, 1 şəkildə qeyd edirik. Bu şəkildə. Əgər 6, 6 olsaydı 16-lıqdan, biz nə edirik burada? 6-nın olduğu kimi birincini yazardı, 1, 0, 1. Amma ikinci 6-da isə əvvəlki 0-ı qeyd edərdik. Yəni burada əvvəlinə bir dənə 0 əlavə edərdik. 1, 1, 0. Görürsünüz, bu 6-dır, amma əvvəlinə bir dənə 0 əlavə etdik. Amma buradakı birinci 6, yəni sol tərəfdə 6-ya, onun əvvəlinə 0 əlavə etmədi, ehtiyac olmadı. Yəni bu testdə də görəcəksiniz ki, cavab bu şəkildə verir. İndi keçən növbəti slaydımıza. Burada vacib məqamlar vermişəm. Yəni Bursa sistemində əsas vacib məqamlar hansılardır? Vacib məqamlarımız iki əsas yerə bölünür. Mövqili və mövqesiz. Mövqili və mövqesiz əsas fərqi bildiniz. Mövqesizdəki birinci mövqesiz deyil. Mövqesizdəki rəqəmin yeri, onun çəkisini dəyiş
dəyişmir. Yəni hər yerdə, həm sağ tərəfdə, həm sol tərəfdə, yəni istənilən yerdə onun çəkisi eynidir. Amma mövqeyi də bu belə deyildir. Onun yəni mərtəbəsindən fərqli asılı olaraq onun çəkisi dəyişir. Və biz Rum rəqəmlərində və Rum rəqəmlərdə hər bir simvolun müəyyən ədədə bərabərdir. Onun müəyyən ədədin qiyməti mövcuddur. Və bizim indi gündəlik istifadə etdiyimiz ərəb rəqəmlərdə bunlar Rum rəqəmlərdir və Rum rəqəmləri daha çox sıra saylarında və digər yerlərdə istifadə olunur. Sonra onluğa keçid. Yəni onluğa keçid üçün bu düsturu bildiniz. A nəyə bərabərdir? Qoy qeyd edeyim. A bərabərdir. A-ın vurulsun P-in plus A-ın minus 1 vurulsun P-in minus 1 və bu şəkildə düsturumuz davam edir. A0 vurulsun P0 bu şəkildə. Və digər sistemlərdən, onluqdan digər sistemə keçid isə adi qalılı bölmə düsturu ilə yazırıq və bizdən soruşsa say sistemindəki, məsələn, onluq sistemindəki ən böyük rəqəm soruşsa, say sistemin əsasından 1 vay çıxırıq, yəni n-dən 1 vay çıxırıq, 9 eləyir. Bizdən amma bu 16-lı sistemindəki 16-dan 1 çıxanda 15 eləyir. Biz 15-i qeyd edə bilmirik. 15-i ilə əlavə etmişik f-lə və biz f-i qeyd eləmişik. Soruşsa 16-lı sistemdə ən böyük 2 rəqəmli ədədirsə, 2 rəqəmli ədəd ff-dir. Çünki onun ən böyük rəqəmlərindən düzəlmiş. Yəni onun hər bir mərtəbəsində ən böyük rəqəmi qeyd edilir, ff. Yəni ən böyük 3 rəqəmdə 3 dənə f olacaq. Və bu şəkildə biz keçək qəbul imtahanına düşmüş 2026-nın birinci və ikinci mərhələsində qəbul imtahanlara düşmüş sualların izahına baxacağıq bugün. Belə bir maraqlı sual mövcuddur. Bunu daha çox tənlik qurma ilə həll edilir və riyaziyyatçılar bunu da daha yaxşı bilər. Və biz burada say sistemi verilmir bizdə, x say sistemindədir və x say sistemində bu hesablama x say sistemində aparılır. Yəni biz burada x-i tapmalıyıq. Yəni bu hansı say sistemində bu əməliyyat aparılıb? Yəni hesablama hansı say sistemində aparılıb? Yəni bu əməliyyat indi biz bunu tənlik qurma ilə həll edəcəyik. Və biz bunlar üçün hər say sistemi üçün ortaq onluq say sistemi. Yəni bunların hamısını onluq say sistemə gətirməli, daha sonra biz hesablama əməliyyatlarını aparmalıyıq. Və biz burada nə edirik? Hesablama aparmaq üçün hər birini onluq say sistemə gətirirəm. Hər birini onluq say sistemə gətirmək üçün 2, 4, x say sistemini onluq say sistemə keçirmək. Bu say sistemin əsası x-dir və bunu qeyd edirəm. Bunu qeyd edirik. Say sistemin əsası x olduğuna görə, onda biz say sistemindən digər qeyri-onluq say sisteminə, yəni digər say sistemindən onluq say sistemə keçid hansı üstündən istifadə olunur? Bayaq qeyd edildiyi düsturda. Onda biz birinci bunu nömrələyirik, indeksləyirik. 0, 1, 2. Sağ tərəfdən sol tərəfə doğru 0-dan başlayırıq, indeksləyirik. Sonra buradakı əmsalı götürür, 2 vurulsun. Bizdə say sistemin əsası nədir? X-dir. Vurulsun x üstü 2 plus 4 vurulsun x üstü 1 plus 4 vurulsun x üstü 0. Və bu şəkildə qeydlədik və bu nəyə bərabərdir? Bunu daha sadələşdirək. 2x kvadratı plus 4x plus 4 vurulsun x üstü 0 da x üstü 0 hər ədədin, hər bir rəqəmin üstü 0 1-ə bərabərdir. 4 vurulsun 1-ə deməkdir. 4. Sonra hər birini ayrı şəkildə qeyd edək ki, sonra 5, 3, 1 x səsindən onluq səsinə çevirməsini edək. Burada yəni adi qayda daha bu şəkildə uzatmıram. 5x kvadratı 5x kvadratı plus 3x plus neçə 1 elədir. Və bunu da qeyd edək. 1, 0, 1, 1, 0, 5 x sistemindən onluğa keçir. Burada da 0, 1, 2, 3 olacaq. Deməli nə olacaq? X kubu burada olacaq. Deməli x kubu plus x kvadratı daha 0-ı nəyə vurunda 0 eləyir. Bunu qeyd edilmirik. Plus 5 yazırıq. Və indi biz bunları hamısını yerinə qoysa 2x kvadratı plus 4x plus neçə? 4 plus ikinci tərəf. İkinci tərəfdə nə oldu? 5x kvadratı plus 3x plus 1. Nəyə bərabərdir? X kubu plus x kvadratı plus 5. Və bu şəkildə biz burada sadələşdirmələri apararıq. Yəni eyni həlli olanları toplayaq. 5x kvadrat, 2x kvadrat toplayaq. Nəyə bərabərdir burada?
Bunun ardınca belə yaz elə, oxla. Bu elədir 7x kvadratı. 7x kvadratı. X-ləri də toplasın. X-lərin hamısı onlar nəyə bərabərdir? 7x-ə bərabərdir. Bəs indi sabit dəyişənlərdə burada plus 5 edir. 4 plus 1, 5 edir. Aha. Nəyə bərabərdir burada? X kubu plus x kvadratı plus 5. Və burada, yenə də burada sadələşdirmə aparaq. 5-lər gedir, yəni sağ tərəfə gedəndə gedir. Sonra x kvadratları bir tərəfə. Onda biz x kvadratlarını keçirsə bir tərəfə, nəyə bərabərdir? 7 o tərəfə keçirək ən yaxşı x kubu minus 7x kvadratı, burada x kvadratı eləyir 6x kvadratı. 6x kvadratı və bir də minus 7x. Bu şəkildə çevirdi. Bərabərdir 0. Və biz bunu bir dəfə x-ə bölək, daha sadə üçün. X-ə böləndə nə olur? X bu şəkildə. Ox qoyaq, tamam. X-ə böləndə x kvadratı plus 6x minus 7. Bu şəkildə sadə elədik. Bərabərdir 0. Biri x bərabərdir 0, bir də x kvadrat minus 6x minus 7 bərabərdir 0. Deməli, say sisteminin əsası 0 ola bilməz. Deməli, x bərabərdir 0 olan həlli lazım deyil bizim. Bunu atırıq. İndi biz bunun həllini tapmalıyıq. Bax, bura. Bunu da 0-a bərabərləyib tapırıq. X kvadratı minus 6x minus 7 bərabərdir 0. Və bunu da sadə üçün sabit dəyişəni bir tərəfə x kvadratı minus 6x bərabərdir 7-yə. Bunu da x-i çıxarsam mütərizə qalır. X minus 6 bərabərdir 7. Burada x biri bərabərdir 7. Yəni də x minus 6 bərabərdir 7. Burada bu tərəfə keçirəndə biri x bərabərdir 7 olur, bir də burada keçirəndə 1 olur. Deməli, 1 kökü 6 oldu, biri 7 oldu, biri də 1 oldu. Amma bizdə 1 ola bilməz. Yəni, əsasının əsası 1 ola bilməz. Yəni, bunu çıxırıq, bizdə əsas nədir? 7-li hissəsidir. Deməli, bizim bu hesablama əməliyyatı 7-li hissəsində alınır. Çünki x-in qiyməti 7 alınır. Yəni, bizə 7 kökündə götürdü. Və biz bunu həqiqətən desə, burada biz yerini də qoysaq, görərik ki, 7-li hissəsində aparıb. Və həm də burada 2, 4, 5 var. Yəni, deməli, bu say sisteminin əsası 6-dan yüksəkdir ki, 6 və 6-dan yüksəkdir ki, hesablama əməliyyatı aparılır. Çünki niyə? 5 var burada. Biz 6-lı say sistemində 5 mövcuddur. Yəni, ən aşağı say sistemdə 6-da 5 mövcuddur. Digər say sistemlərdə, məsələn, 6-dan aşağı say sistemlərdə 5 mövcud deyil. Məsələn, 5-li say sistemdə 5 yoxdur. Deməli, bizim hesablama əməliyyatı 6-dan yuxarı və 7. Və tapdığımız kimi 7-li say sistemdə bu hesablama əməliyyatı aparılmış oldu. Və biz bunun izahını verdik. İndi keçək digər sualların izahına. Digər belə maraqlı suallar mövcuddur. Keçən qəbul imtahanı düşmüş və gördüyünüz kimi belə bir ədəd mövcuddur. 72 üstü 2, 72-nin kvadratı, onluq ədədini, ikili hissəsinin yazılışını, 0 və 1-lərin sayını tapmayı bizdən istəyir. Daha doğrusu, istəyir ki, 0 və 1-lərin sayından nə qədər çoxdur? Yəni, 0-ların sayı 1-lərin sayından nə qədər çoxdur? Və biz burada görürük ki, 72 belə bir qayda mövcuddur. İlk öncə qaydanı deyim. Biz, məsələn, 2 üstü n, hər hansı onluq hissəsində verilmiş bir ədədi, ikili hissəsində çevirəndə nəyə bərabər olur? 1, arxasında da n-ə 0. N-ə 0. Bunu biz bilirik. Amma biz buradakı ədəd 2-nin hər hansı bir qüvvəti deyildir. Və biz bunu necə eləyək? Biz bunu sadələşdirməliyik. Biz bunu necə sadələşdiririk? 72-ni biz necə yaza bilərik? 64 üstü 8, 2-nin qüvvətləri şəkildə yazır. Yəni, 64 üstü 8 kimi qeyd edilsək, kvadratı. Və biz bunu yenə də sadələşdirək. 64 özü 2-nin hansı qüvvətinə bərabərdir? 2 üstü 6. 2 üstü 6 qeyd elədik. Plus 8 2-nin hansı qüvvətinə bərabərdir? 2 üstü 3. Bunu da qeyd elədik. Üstü kvadratı. Adi kvadrat mötərizəsinin açma düsturu ilə açırıq bunu. Məsələn, bizdə bunu da qeyd edeyim qoy. Yəni, şagirdlər daha yaxşı bilsin ki, hansı düsturdan istifadə etmişik. Burada a kvadratı plus 2ab plus b kvadratı düsturu. Yəni, bu düsturda yerinə qoyub tapırıq. Yəni, bu orada da eyni qayda. 2 üstü 6 üstü 2. Bunu bir dəfələ qeyd edirəm. 2 üstü 6 üstü 2 üstlər vurulur. Yəni, 2 üstü 12 ilə. Plus
2 vurulsun 2 üstü 6 vurulsun 2 üstü 3 elir. O da 2 üstü 10 elir. Aha. 2 üstü 10 plus. Bu da 2 üstü 3 kvadratda 2 üstü 6 elir. Bu şəkildə. Bu şəkildə qeyd edim. İndi bizdən nəyi soruşuyor? 0 və 1'lərini. Biz bunların hər birini onluq səsi, ikili səsinə çevirir. Bu ikili səsindəki nəyə bərabərdir? 1 arxasına 12 dənə 0. Elə deyil. Bu nəyə bərabərdir? 2, 1 arxasına 10 dənə 0. Bu 1 arxasına 6 dənə 0. Və biz bunları ikili səsinə toplaya bilərik. Və ikili səsində toplasa, görəcək ki, məsələn, qoy bunu toplayayım, ikili səsindəki hesablama əməliyyatını deyim ki, yəni biraz uzun olacaq, amma qeyd edin. 12 dənə 0 qeyd edirik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Burada isə 10 dənə 0. Deməli, biz 10 dənə 0 burada buraxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə buraxdı. Deməli, buradan da ikinci alt-alta yazırıq ki, bu daha 2, 3, 4, 5, 6, 8, 9, 10. Burada isə 6 dənə 0 buraxır. 6 dənə 0 olmalı. 1, 2, 3, 6 dənə, 3, 4, 5, 6. İndi biz buradan toplasaq, yəni həqiqətən bunları toplasaq, ikili səsində çevirib və bunları toplasaq, indi burada 0 və 1'lərin sayını tapmış olarıq. Yəni 0, 6 dənə 0 olmalı, sonra 1, yenə də 0, 3 dənə 0 olmalı, yenə də 1, 0, 1. İndi burada 1'lərin sayı neçədir? 1'lərin sayı 3 dənədir. 0'ların sayı isə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə 0 var. 1'lərin sayı 3, onların sayı da 0. 0'ların sayı da 10 dənə qeyd edilir. Və deməli, bizdə 0'ların sayı 1'lərin sayından nə qədər çox oldu? 7 vaid çox oldu. Və bunları gördüyünüz kimi, bunlar tapandan sonra, hər birini bu şəkildə sadələşdirəndən sonra və bunları ikili səsində çevirirsiniz və ikili səsində çevirəndən sonra alt-alta yazırsınız. Bu böyük ədəd ola bilər. Yəni mən burada hesablama əməliyyatını dedim. Yəni burada ikili səsində hesablama necə olur? Yəni biz burada bilirik ki, bunlar hər biri ayrı-ayrı məqamda. 2 üstü 12 də bu 2 üstü 10 da bu 2 üstü 6. Yəni bunlar hamısı 2 üstü 12-yə daxildir. Daxildir. Yəni 2 üstü 12 içində olacaq. Nə edirəm mən burada? Hamısını bir-bir topladı və burada biz bilirik ki, burada bir dənə 1, burada bir dənə 1, burada da bir dənə 1. Sonra da ümumi neçə 0 olacaq? 12 dənə 0. 12 dənə 0-dan 3 dənə 1 çıxanda 7 dənə 0 olacaq. Daha doğrusu 7 vaid fərq olacaq bunlar arasındakı. Yəni bu onu da bu şəkildə izahını verdik və keçək növbəti sualın izahına. Burada isə 2 üstü 24 rəqəmi 16-lıq sistemində çevirəndə neçə rəqəm, daha doğrusu ikili sistemində verilmiş 2 üstü 24 rəqəmli ədəd 16-lıq sistemində neçə rəqəmli ədədə bərabər olacaq. Və biz bilirik ki, bunun birinci 2 üstü 24 ikili sistemində çevirəndə 1, 24 dənə 0 arxasında. 1, 24 dənə 0 arxasında. 24 dənə. Və biz ikili sistemdən 16 sistemdən necə çevirirdik? 4-4 bölürdük. Və 4-4 bölürük isə, deməli 224-ü də 224-ü də biz nəyə böləcək? 4-ə böləcək. Çünki 4-4 bölürük də. 4-ə böləndə 4 özü, yəni bu düstur bu şəkildə hesablanır. Yəni bu misalın üçün bu düstur kifayətdir. 4 özü 2-nin hansı qüvvət şəklinədir? 2 üstü 2. Deməli 2 üstü 2-yə bərabər oldu. Bunun yerində 2 üstü 24 bu şəkildə. 2 üstü 2 və bunlar bölünəndə üstlər çıxılır. Üstlər çıxılanda nəyə bərabər olur? 2 üstü 22-yə bərabər oldu. Deməli biz 16 sayəsində bu ədədin 16 sayəsində neçə rəqəmə bərabər oldu? 2 üstü 22 dənə rəqəm mövcud olacaq. Keçdik digər misalın izahına. Və burada da sonuncu misaldır. Say sisteminə aid sonuncu misaldır. Bu misalda bizdə soruşur, birinci şərtini oxuyaq, bu sualın şərtini oxuyaq. Bu da ikinci cəhətə düşmüş sualdır. Bizdə soruşur ki, rəqəmləri, yəni bu şəkildə verib 0, 1, 2, 3, A, B, C, D, Y olan mövqeli sistemində ən böyük 3 rəqəmli ədədi müəyyən edin. Biz bilirik ki, mövqeli sistemindəki ən böyük 3 rəqəmli ədədi onun ən böyük rəqəmlərindən düzəlmiş. Onun hər bir mərtəbəsində
onun ən böyük rəqəmi olan ədəddir. Buradakı bu sayısındakı ən böyük rəqəm hansıdır burada? Y-dir. Ən böyük rəqəmi hansıdır? Y. Y ədədinə olduğuna görə onun bizdə 3 rəqəmi düzəlirsə, 3 rəqəmində də 3 dənə mərtəbə mövcuddur. Təklik onlu 100-lük. Deməli, onun 3 dənə mərtəbəsinə də həmin ən böyük rəqəm olacaq. Deməli, nə olacaq? 3 dənə rəqəmi Y, ən böyük rəqəmi Y olduğuna görə 3 mərtəbəsində Y olacaq. Və biz necə demişdik ki, 16 sistemindəki ən böyük rəqəm hansıdır? F-dir. Deməli, onun ən böyük 3 rəqəmli ədədi hansı olacaq? 3 rəqəmində 3 dənə F. F. Deməli, burada da ən böyük rəqəm Y olduğuna görə burada nə olacaq? Y, 3 dənə Y. Bu şəkildə. Doğru cavab da B variantı. Say sistemində izahı bu qədər. İnşallah gələn həftələrdə informasiya təhlükəsizliyi və digər mövzuların izahını YouTube səhifəmizdə yerləşdirəcəyik və burada əsas vacib olan məqamlara diqqət edin. Onluqdan digər say sistemlərinə keçmək, sonra digər say sistemlərdən, yəni qeyri-onluqlardan onluq say sisteminə keçmək düsturunu bilin və burada mövqeli mövqeyi əsas fərqi. Yəni imtahana düşən, gördünüz ki, imtahanda biraz orta səviyyə düşür. Yəni nə çox asan düşür, nə də çox çətin düşür. Yəni orta səviyyəli misallar düşür və bunları imtahana getməzdən əvvəl bunların hamısına diqqətlə oxuyun. Oldu, sağ olun, gəlin görüşənədək.